Salam əziz şagirdlər, bugün biz nisbət tənasüb faiz mövzusuna aid sualların izahına baxacağıq. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, zavod 4 saatda 12 balon karbon maye istehsal edir. Zavod 6 saatda neçə balon karbon maye istehsal edər? Deməli, biz əgər saatların miqdarını artırsaq, yəni zavoda daha çox vaxt versək, o daha çox karbon maye istehsal edə bilər. Deməli, burada düz mütənasiblik var. Vaxtı, müddəti artıranda, saatı artıranda istehsal olunan karbon mayenin miqdarı da artır. Onda burada düz mütənasiblik quraq. Yazaq 4 saatda 12 balon karbon maye istehsal olunur. Bəs görəsən 6 saatda neçə balon karbon maye istehsal olunur? X balon yazaq bura. Biz bilirik ki, burada düz mütənasiblik var. Kənarda qeyd edeyim. Düz mütənasib kəmiyyətlərdir bunlar. Düz mütənasib kəmiyyətlərdə isə çarpaz vurmadan istifadə edəcəyik. Burada açar söz çarpaz vurmadır. Gəlin çarpaz formada bunları vuraq. Yəni yazacağıq 4x bərabərdir 6 vurulsun 12. Elə yerindəcə 4 ilə 12-ni ixtisar aparsaq, x bərabər olacaq 6 vurulsun 3-ə, cavab da eləyəcək 18. Deməli, əgər biz 4 saat yox, 6 saat istehsal etsək, zavod 18 balon karbon maye istehsal edəcək. Deməli, birinci sualın cavabı 18. İkinci sualda deyir ki, tutumu 1,5 litr olan qabla çəndəki suyu 24 dəfəyə boşaltmaq olar. Tutumu 4,5 litr olan qabla çəndəki suyu neçə dəfəyə boşaltmaq olar? Məsələ nədən ibarətdir? Əgər biz balaca qabla suyu boşaltmağa çalışırıqsa, daha çox sayda oradan götürüb çölə tökəcəyik, götürüb çölə tökəcəyik. Yəni, daha çox vaxtımız gedəcək, daha çox daşıma prosesi həyata keçəcək. Amma böyük qabdan istifadə eləsək, onda tezbazar işi bitirəcəyik. Yəni, qabın miqdarı böyüyəndə, qabın daha doğrusu həcmi böyüyəndə, sənin oradan su götürüb çölə tökmək prosesin daha qısalır, daha tez baş verir, daha az sayda daşıma prosesi həyata keçirirsən. Onda birinci tənasibi quraq. Deməli, 1,5 litrlik qabla 24 dəfə daşıma həyata keçirmək lazımdır. 24 dəfə. Amma tutumu 4,5 litr olan qabla bu işi həyata keçirsək. Təbii ki, qab böyükdür deyə daha 24 dəfə daşımağa ehtiyac yoxdur. Daha az sayda daşımağa ehtiyac olacaq. Yazaq bura x dəfə. Və burada tərs mütənasiblik var. Düz mütənasiblik yox. Tərs mütənasib kəmiyyətlər var. Niyə? Çünki qabın həcmi artdı, amma daşımaların sayı azaldı. Tərs mütənasib kəmiyyətlərdə isə yanaşı vurmadan istifadə olunur. Yanaşı vurma. Yəni ki, 4,5-i vuracağıq x-a, 1,5-i də vuracağıq 24-ə. Burada da istəsəniz vergüldən azad olmaq üçün hər tərəfi 10-a vura bilərsiniz. 45x bərabərdir 15 vurulsun 24. Daha sonra 45 ilə 15-i ixtisar apararaq 15-ə. 3x bərabər olar 24-ə. X də bərabər olacaq 8-ə. Yəni, bu işi 8 dəfəyə bitirmək olar. Fikir versəniz, qabın həcmi 1,5-dən 4,5-ə qalxanda qabın həcmi 3 dəfə böyüyür. Əgər biz qabın həcmini 3 dəfə böyütmüşüksə, onda daşımalar da 3 dəfə azalacaq. Yəni 24-dən 8-ə düşəcək. Yekun cavab olacaq 8 dəfə. Üçüncü sualda deyir ki, satıcı 120 kiloqram almanın 30%-ni birinci gün, 10%-ni ikinci gün satdı. Neçə kiloqram alma qalıb? Ümumiyyətlə, işin tamamı 100% hesab olunmalıdır. Əgər birinci gün 30%-ni satıbsa, ikinci gün 10%-ni satıbsa, deməli, ümumi satıldı 40%. Bəs nə qədər qaldı? Qaldı 60%. Bizdən də soruşur ki, neçə kiloqram alma qalıb? Yəni, 120 kiloqramın hələ 60%-i qalıb. Onda gəlin 120 kiloqramın 60%-ni tapaq. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, yəni 60%-ə vurub 100-ə bölmək lazımdır. Burada 0-dan 0 getdi, 0-dan 0 getdi, 12 də 6-ya dəyəndə oldu 72 kiloqram. Deməli, 3-cü gün 72 kiloqram alma qalıb.
Dördüncü sualda deyir ki, A bölü B nisbəti 2 bölü 5 və A plus B 63 olarsa, B minus A fərqini tapın. Ümumiyyətlə, belə suallarda, əgər A bölü B nisbəti 2 bölü 5 verilibsə, A və B ədədlərini adlandıracağıq. A-ya 2K, B-yə isə 5K deyəcəyik. Onların cəmi, yəni 2K üstə gəl 5K isə bərabərdir 63-ə, 7K bərabərdir 63-ə, K da bərabərdir 9-a. Deməli, biz K-nı tapdıq, amma bizə B və A lazımdır. B və A-nı tək-tək də tapa bilərik. Məsələn, K-nı aparıb yerinə qoyub, tapacağıq ki, 2K 18 imiş, 5K yazılan ədəd isə 45 imiş. K-nı yerinə qoysaq. Ya da belə eləyə bilərik. B minus A-nı istəyir. B zaten 5K-dır. A 2K-dır. 5K-dan 2K çıxsaq eləyəcək 3K və yekunda 3-ü vursaq 9-a, misalın yekun cavabı olacaq 27. Deməli, həmin ədədlərin fərqi 27 imiş. 5-ci sualda deyir ki, tənasübün kənar hədləri 20 və 45, orta hədlərindən biri isə 9-dur. Digər orta həddi tapın. Əvvəlcə bir şablon tənasüb quraq. Məsələn, A bölünsün B bərabərdir C bölünsün D. Kənar hədlər 20 və 45-dirsə, nümunə olaraq A-nı 20, D-ni isə 45 götürək. Orta hədlərdən biri 9-dursa, nümunə olaraq B-ni 9 götürək. C isə məhsuldur, ona da X deyək. Digər orta həddi, yəni bizdən C-ni istəyir, yəni X-i istəyir. X-i tapmağa çalışaq. Tənasübdə belə bir qayda var. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni 9x bərabərdir 20 vurulsun 45-ə. Və buradan 45 ilə 9 ilə yerindəcə ixtisar aparsaq, ixtisar gedir 9-a, x bərabər olur 20 vurulsun 45-i 9-a böləndə yerində qalır 1. Və buradan 20-ni 5-ə vursaq, x-in cavabı olacaq 100. Deməli, digər orta hədd 100 imiş. 6-cı sualda deyir ki, avtomobil 180 km yolu 3 saata gedir. Bu sürətlə həmin avtomobil 5 saata nə qədər yol gedər? Əvvəlcə bir tənasüb quraq, yazaq. 180 km 3 saata gedir. Bəs 5 saata nə qədər yol gedər? X kilometr. Təbii ki, avtomobilə daha çox zaman ayırsaq, daha çox vaxt versək, o daha çox yol gedəcək. Zaman artdıqca gedilən yol artır. Deməli, burada düz mütənasiblik var. Düz mütənasiblikdə isə çarpaz vurmadan istifadə olunur. Yəni, 3 vurulsun x bərabərdir 180 vurulsun 5. Burada 3 ilə 180 ixtisarı yetsə qalacaq 60 vurulsun 5. 60-ı da 5-ə vuranda eləyəcək 300 kilometr. Deməli, biz avtomobilə 3 saat yox, 5 saat zaman versək, o 300 kilometr yol gedəcək. 7-ci sualda deyir ki, 20% endirim ilə 560 manata satılan soyuducunun əvvəlki qiymətini tapın. Ümumiyyətlə, belə bir texnikanı yadınızda saxlaya bilərsiniz. Həmişə əvvəlki qiymətə 100% demək olar. Əvvəlki qiymət qeyd edirəm bura. Əvvəlki qiymət. Bilmirəm neçə manatdır, x manat yazıram, amma əvvəlki qiymət 100% hesab olunur. Nə qədər endirim eləyiblər? 20%. 20% endirim eləyəndə yeni qiymət artıq olub 560 manat və 20% endirim eləyiblərsə, deməli 80%-ni biz ödəyirik əvvəlki qiymətin. Deməli, 20% endirimdən sonra 80%-i qalır qiymətin və 80% 560 manat deməkdirsə, bəs görəsən 100% olan köhnə qiymət neçədir? Buradan çarpaz vurma ilə x-i tapmağa çalışaq. 80x bərabərdir 560 vurulsun 100. Burada 0 ilə 0-ı sildik. 56 ilə 8-i ixtisar aparsaq, x bərabər olacaq. Deməli, 7 vurulsun 100. Deməli, əvvəlki qiymət 700 manat olub. Amma bu sualı həm də tənlik qurmaqla həll eləyə bilərik. Bu üsulu silirəm. Tənlik qurmaqla da belə həll eləmək olar. Tutaq ki, köhnə qiymət x manatdır. Əgər biz 20% endirim eləyiriksə, onda 80%-in ödəyirik malın qiymətinin. Onda x vurulsun %80, hansısa bir qiymət var və biz o qiymətin 80%-ini ödəyirik və beləcə 560 manat ödəmiş oluruq. Görəsən hansı ədəddir ki, onun 80%-i 560 ədədinə bərabərdir? X-i buradan tapmaq üçün 560-ı əslində bölmək lazımdır %80-ə.
%80-ə bölmək 560-ı 80-də 100-ə vurmaq deməkdir. Burada yenə 0-dan 0 gedir. 56 8-ə bölünür 7 eləyir. 7-ni də 100-ə vuranda 700 olur. Hər iki formada əvvəlki qiyməti 700 manat tapdıq. 8-ci sualda deyir ki, ayaqqabının qiyməti 240 manatdan 180 manata düşüb. Ayaqqabı neçə faiz ucuzlaşıb? Bizdə belə bir düstur var idi. Deməli, dəyişim bölünsün köhnə vurulsun 100. Bu düstur neçə faiz bahalaşdı və yaxud da neçə faiz ucuzlaşdı? Ümumiyyətlə, neçə faiz dəyişiklik baş verdi? Neçə faiz dəyişiklik oldu? Bunu tapır. Düsturu qeyd elədik. İndi gəlin bu düsturu tətbiq edək. Əgər qiymət 240 manatdan 180 manata düşübsə, 240-dan çıxsaq 180-i görəcəyik ki, 60 manat ucuzlaşma olub. Amma manatla 60 manat ucuzlaşma olub. Bəs faizi etibarı ilə nə qədər ucuzlaşma olub? Dəyişimi, yəni 60-ı bölürük köhnəyə. Köhnə nə qədərdir? 240 manat və vururuq 100-ə bərabərdir. 60 ilə 240 ixtisar getsə zaten qalacaq 4də 1. 4də 1-i də vuranda 100-ə eləyəcək 25%. Deməli, 25% ucuzlaşma olub. 9-cu sualda deyir ki, Olimpiyadadakı şagirdlərdən 12-si fizika, 4-ü kimya, 9-u isə riyaziyyat fənnindən imtahan verəcək. Olimpiyadaya qoşulan şagirdlərin neçə faizi riyaziyyat fənni üzrədir? Ümumiyyətlə, cəmi neçə şagird olimpiyadaya qoşulub? Birinci onu tapaq. Cəmi şagirdlərin sayı 12 üstə gəlinsin 4 üstə gəlinsin 9 bərabərdir. 16 üstə gəl 9, 25 nəfər cəmi olimpiyadaya qoşulan şagird var. Bu 25 nəfərdən 9-u riyaziyyat fənni üzrə qoşulub. İndi sual belədir. Riyaziyyat üzrə qoşulanlar bütün qoşulanların neçə faizini təşkil edir? Yəni, riyaziyyat üzrə qoşulanlar neçə faizdir ümumiyyətlə? Yəni, demək istəyir ki, 9 ədədi 25 ədədinin neçə faizidir? A ədədi B ədədinin neçə faizdir deyəndə A-nı B-yə bölüb 100-ə vururduq. İndi 9 ədədi 25-in neçə faizdir deyəndə 9-u bölürük 25-ə, vururuq 100-ə. Burada 100 ilə 25 ixtisar getsə surətdə 4 qalacaq. 9-u da 4-ə vuranda eləyəcək 36. Deməli, riyaziyyat üzrə qoşulanlar bütün şagirdlərin 36%-ni təşkil edir. 10-cu sualda deyir ki, verilən tənasübdən x-i tapın. Biz bilirik ki, tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Kənar hədlər x və 1/2-də 1-dir. Onların hasili bərabərdir. Orta hədlər 2-də 1 və 18-in hasilinə. 2-də 1-i 18-ə vuranda, yəni 18 2-yə bölünəndə onsuz da 9 eləyir. Bunu tapdıq. Gəlin yazaq, x vurulsun. 1/2-də 1-i də düzgün olmayan kəsir kimi yazsaq, 2-də 3 bərabərdir 9-a. Bu tənlikdən də x-i tapmaq üçün 9-u əslində bölməliyəm 2-də 3-ə. Amma 9-u 2-də 3-ə bölmək 3-də 2-yə vurmaq deməkdir. 9-la 3 ixtisar getsə qalacaq orada 3. 3-ü də 2-yə vuranda eləyəcək 6. Deməli, tənasübdən məhsul olan x 6 imiş. 11-ci sualda deyir ki, bağdakı alma ağaclarının sayı nar ağaclarının sayının 9-da 4 hissəsini təşkil edir. Önəmli bir hissə var burada. Alma ağaclarının sayı nar ağaclarının sayının, deməli, alma narın 9-da 4 hissəsini təşkil edir. Əgər biz cümlənin sol tərəfində alma, sonra nar sözünü görürüksə və alma narın 9-da 4 hissəsini təşkil edirsə, onda belə bir adlandırma eləyə bilərik. Alma ağaclarının sayına deyə bilərik 4K, nar ağaclarının sayına isə deyə bilərik 9K. Deməli, alma narın 9-da 4-üdürsə, alma 4K, nar 9K adlana bilər. Soruşur ki, nar ağaclarının sayı alma ağaclarının sayından neçə faiz çoxdur? Biz dərsdə dan-dən texnikası keçmişdik. Əgər sualın tərkibində filan şeydən neçə faiz çoxdur, azdır suallarında dan şəkilçisinə baxırıq. Dan hansı sözün üstündədirsə ona 100% deyirdik. İndi alma ağaclarının sayından, deməli alma ağaclarının sayına 100% deyəcəyik. Aradakı fərqə isə
yəni nə qədər fərq var aralarında, ona da x faiz deyəcəyik və neçə faiz az ya da çox olduğunu tapacağıq. Deməli, burada dan şəkilçisi almanın üzərindədir. Ona görə də 4K 100% hesab olunmalıdır. Aralarındakı fərq isə 5K-dır. Çünki 9K 4K-dan 5K qədər çoxdur. Aradakı fərqə 5K-ya isə x faiz deyəcəyik. Və burada x-i tapmağa çalışsaq, çarpaz vuracağıq. 4K vurulsun x bərabərdir 5K vurulsun 100. Zaten sol və sağ tərəflərdə k-lar ixtisar getdi. Elə 4-ü 100 ilə də ixtisar aparsaq, qalacaq sağda 25 və x bərabərdir 5 vurulsun 25, yəni 125% çox imiş. Deməli, alma ağaclarının sayından, nar ağaclarının sayı alma ağaclarının sayından 125% çox imiş. 12-ci sualda deyir ki, 120 ədəd balığı həcmləri 5 litr, 6 litr və 9 litr olan akvariumlara həcmləri ilə düz mütənasib yerləşdirdilər. Böyük akvariuma neçə balıq yerləşdirildi? Burada sadə bir adlandırma aparacağıq. Böyük, orta və kiçik akvariumların həcmləri onsuz da görsənir. Biz onlara yerləşdirilən balıqların sayını 5K, 6K və 9K adlandıracağıq. Sanki demək istəyir ki, 120 ədədini 5, 6, 9 ilə düz mütənasib hissələrə ayır. 5K üstəgəl 6K üstəgəl 9K bərabərdir 120. Deməli, bunları toplayanda eləyəcək 20K bərabərdir 120. K da bərabərdir 120-ni böləndə 20-yə. Sıfırlar ixtisar etdi, 12-ni 2-yə böləndə edir 6. Biz K-nı tapdıq. Böyük akvariuma qoyulan balıqların miqdarı 9K qədər olacaq. Onu da yazıram. Böyük akvariumda 9K qədərdir. Və 9-u da vuracam K-ya, yəni 6-ya. Deməli, böyük akvariuma 54 ədəd balıq yerləşdirilib. 13-cü sualda deyir ki, çap şirkəti 12 printer ilə günə 5000 vərəq çap edə bilir. Şirkət printerlərin sayını 25% artırsa, gündə neçə vərəq çap edə bilər? Əvvəlcə gəlin baxaq. Əvvəl 12 printer var idi. Daha doğrusu 12 printer var. Sadəcə olaraq 25% artırsa, 25% artırsa deyirsə, gəlin 12 ədədini 25% artıraq. 12 ədədini 25% artıranda o artıq 125% olur. Ona görə nə isə 25% artıranda birbaşa o ədədin 125%-ni tapa bilərsiniz. 125%-ni tapmaq üçün 125-ə vurub 100-ə bölə bilərsiniz. Burada bəzi ixtisarlar aparaq. Məsələn, surət və məxrəci aparaq elə 25-ə ixtisar. Qalacaq yerdə 12 vurulsun, 25-ə böləndə məxrəcdə 4 qalır, 25-ə böləndə surətdə 5 qalır. Daha sonra 12-ni 4 ilə ixtisar aparsaq 3 qalacaq, 3-ü də 5-ə vuranda 15 printer eləyəcək. Deməli, 25% printerlərin sayını artırmaq deyəndə, printerlərin sayını 12 dənədən 15 dənəyə qaldırmağı nəzərdə tutur. İndi tənasüb quraq. 12 printer olanda, 12 printer, 5000 vərəq çap eləyə bilirəm. 5000 vərəq. Amma 15 printer olsa, yəqin ki, daha çox vərəq çap eləyə bilərəm. Yazıram bura x vərəq. Və mən bilirəm ki, printer sayı artanda vərəq sayı da artırsa, onda burada düz mütənasiblikdir və çarpaz vurmadan istifadə edəcəm. Yəni 12x bərabərdir 15 vurulsun 5000. Gəlin yerindəcə bəzi ixtisarlar aparaq. Məsələn, sol və sağı 3 ixtisar aparaq. 3 ixtisar gedəndə, deməli, 12-nin yerində qalacaq 4, 15-in yerində qalacaq 5. İndi isə 4x bərabərdir 5 vurulsun 5000 yazısı görürük. 5000-i ixtisar aparaq 2-yə, 4-ü də ixtisar aparaq 2-yə. Hər tərəfə 2 ixtisar apardıq. Burada qalacaq 2x bərabərdir 5 vurulsun 2500. İndi yenə 2 ixtisar aparaq. Qalacaq x bərabərdir 5 vurulsun 1250. X də bərabərdir 5-i də vuranda 1250-yə eləyəcək. Deməli, 5000 o da 1250. 6250 vərəq. Yekunda əgər biz 12 printer yox, 15 printer istifadə etsək, 6250 vərəq çap eləyə bilərmişik. 14-cü sualda deyir ki,
Müəllim imtahan vərəqlərinin 75%-ni yoxladıktan sonra hələ yoxlanmamış 48 vərəq qalmışdı. İmtahan vərəqlərinin ümumi sayını tapın. Deməli, 75%-i yoxlanılıbsa, onda 25% qalıb. Hələ yoxlanmayıb. 75% yoxlanılıb deyir şərtdə. Burada qeyd olunub 75% yoxlanılıb. Onda mənası budur ki, 25% hələ qalıb və şərtdə də deyir ki, 48 vərəq hələ qalmışdı. Onda 25% qalan elə 48 vərəq mənasını verir. Biz isə tapmalıyıq ki, ümumi neçə vərəq var idi? Ümumi vərəqlər isə 100% hesab olunur. 100% ümumi. X vərəq yazaq və bu tənasübdən məhsul olan x-i tapaq çarpaz vurma ilə. 25x bərabərdir 100 vurulsun 48. Elə 25 ilə 100-i ixtisar aparsaq 25-ə, x bərabər olacaq 4 vurulsun 48-ə. Və 4-ü də 48-ə vuranda cavab eləyəcək 192 vərəq. Deməli, ümumilikdə 192 vərəq imiş və biz onlardan 75%-ni yoxladıqdan sonra 25%-i qalıbmış, o da 48 vərəq imiş. Amma ümumi 192 vərəq olacaq düzgün cavab. 15-ci sualda deyir ki, İşçilərin aylıq tibbi sığorta ödənişləri 2024-cü ildə 10 manat, 2025-ci ildə isə 12 manat olub. Sığorta ödənişləri bir ildə neçə faiz artıb? Neçə faiz artıb, neçə faiz azalıb? Bu kimi məsələlərdə bu düsturdan istifadə edə bilərik. Dəyişim, böl, köhnə, vur 100. Deməli, burada 10 manatdan 12 manata qalxıb. Nə qədər dəyişiklik baş verib? 2 manat. Köhnə hansıdır? 10 manat. Dəyişikliyi köhnəyə bölüb 100%-ə vurduq. 100 ilə 10 ixtisar getdi, qaldı 10. 10 da 2-yə dəydi, oldu 20%. Deməli, neçə faiz artıb? 20% artıb. 16-cı sualda deyir ki, düzbucaqlının enini 10% azaldıb, uzunluğunu 40% artırdılar. Düzbucaqlının sahəsi necə dəyişdi? Burada yuvarlaq ədəd texnikasından istifadə edə bilərik. Özümüzdən bir dənə düzbucaqlı çəkək. Hətta bunu kvadrat da götürə bilərsiniz, problem deyil. Əvvəlcə bir düzbucaqlı şəkili çəkək və yaxud da kvadrat şəkili çəkək və bunun ölçülərini yuvarlaq ədəd texnikasına görə 10 cm-in 10 cm-ə qəbul edək. Eni və uzunluğu hər ikisi 10 və 10 imiş. Bu birinci mərhələ və bunun sahəsi indi hal-hazırda 10 vurulsun 10, yəni 100 kvadrat santimetrdir. Bu birinci mərhələ. İndi bizə deyirlər ki, enini 10% azaldıb. Enini 10% azaldıb, uzunluğunu da 40% artırdılar. Gəlin bunları tətbiq edək. Əgər biz bunun ölçüləri 10 cm-in 10 cm-ə idi. Məsələn, 10 cm-i 10% azaltsaq, yerdə 90% qalacaq. Onda gəlin yazaq, 10 cm-in 90% nə qədərdir? Çünki 10% azaltmışıq axı. 10 vurulsun, 90 bölünsün, 100, sıfırlar ixtisar gedəndə qalacaq 9 cm. Deməli, bunun enini azaldıb ediblər 9 cm. İndi isə uzunluq barəsində danışaq. Eni olub 9, amma uzunluğu artırıblar. Uzunluğu artırıblar 40%. Nə isə 40% artıranda artıq olur 140%. Onda 10 cm vuraq 140%-ə və bölək 100-ə. Nəyinsə 40%-i artanda o 140% olur və nəyinsə 140%-ni tapanda 140-a vurub 100-ə bölmək lazımdır. Sıfırlar ixtisar getdi, oldu elə 14 cm. Deməli, biz başa düşdük ki, əvvəlki fiqurun eni və uzunluğu 10 və 10 idi, amma yeni fiqurun eni və uzunluğu olacaq 9 və 14. Bəs yeni fiqurun sahəsi S2 neçə olacaq? 9-u vuracaq 14-ə, eləyəcək 90 və deməli 36-nın cəmi, yəni 126. 126 kvadrat santimetr. İndi biz görürük ki, köhnə sahə 100 kvadrat santimetrdir. Yeni sahə 126 kvadrat santimetrdir. Neçə faiz artım olub? Bunu tapmaq üçün bu düsturdan istifadə edək. Dəyişim, bölünsün, köhnə, vurulsun 100. Bərabərdir. Dəyişiklik nə qədər baş verib? 100 idi, keçib olub 126. Dəyişiklik 26 vahiddir. 26 bölünsün köhnə, yəni 100, vurulsun 100. 100-lər ixtisar gedir
26% artım baş verib. Və bizdə şərtdə deyir ki, sahə necə dəyişdi? Düzgün cavab belə olmalıdır. 26% artdı. Yekun cavab 26% artdı. 17-ci sualda deyir ki, malın qiymətini əvvəlcə 30% azaldıb, daha sonra 20% artırdılar. Ümumi qiymət necə dəyişdi? Dəyişikliklərə bir dənə baxaq. Deməli, əvvəlcə 30% azaldıblar, daha sonra 20% artırıblar. Yuvarlaq ədəd texnikası ilə davam edək. Məsələn, ilk qiymət götürək. İlk qiymət, malın ilkin qiyməti. Məsələn, tutaq ki, 100 manat idi. Əvvəlcə bunu 30% azaldırlarsa, deməli, birinci dəfə bunun qiyməti 30% azaldanda düşür olur 70%. Yəni 100 manatın yerdə 70%-i qalır. Ona görə 100 manatın 70%-ini tapaq görək. Neçə manat olub yeni qiymət? 100 ədədi yuvarlaq ədəd olduğuna görə elə 70% 70 manat olacaq. Bu birinci mərhələ. İkinci mərhələdə həmin o 70 manatı 20% artırıblar. Biz bilirik ki, nə isə 20% artıranda o elə bir 100%-dən 20% artır olur 120%. Ona görə indi 70 manatın 120%-ni tapaq. Görək o neçə manata qalxıb. 120-yə vurub 100-ə bölürük. Sıfırlar ixtisar gedir. 7-ni vururuq 12-yə. Eləyir cavab 94 deməli manat. 94 yoxsa 84 daha doğrusu. 84 manat. Deməli, ən başda 100 manat idi. Gəlin onu da qeyd eləyək. Ən başda 100 manat idi. Ən sonda isə oldu 84 manat. Və bu prosesdə neçə manat ucuzlaşma baş verdi ümumilikdə? 100 manatdan 84 manata gəlib çatıbsa, deməli 16 manat dəyişiklik var. Amma bizdən yəqin ki, neçə faiz ucuzlaşma baş verib onu soruşur. Biz də növbəti mərhələdə dəyişim böl köhnə vur 100 düsturundan yola çıxaraq, dəyişim böl köhnə vur 100 düsturundan yola çıxaraq, dəyişikliyi qeyd eləyirik 16 manat baş verib, köhnə, ən köhnə qiymət 100 manat idi və vururuq 100-ə. Beləcə tapırıq ki, 16% ucuzlaşma olub ümumilikdə. 16% ucuzlaşma. 18-ci sualda deyir ki, A ədədinin 20%, B ədədinin 60%-nə bərabərdir. Onda gəlin yazaq ki, A ədədinin 20%, A vurulsun 20 böl 100 deməkdir. Yəni, A-nı 120-yə vurmaq. B ədədinin 60% isə B-ni 60-a vurub 100-ə bölmək deməkdir. Yəni, B vurulsun 160. Və bunlar bir-birinə bərabərdir. Biz əslində burada sıfırları ixtisar aparsaq, hər tərəfi də 10-a vursaq, belə bir görüntü əldə eləyəcəyik. 2A bərabərdir 6B. Hətta hər tərəfi 2-yə ixtisar aparsaq, A bərabərdir 3B əldə eləyəcəyik. Burada istəsək, A və B-ni adlandıra da bilərik. A-nın adını 3K, B-nin adını isə 1K adlandırma olar. Və şərtdə deyir ki, A ilə B-nin cəmi 48-dir. Yəni 3K üstə gəlinsin, K bərabərdir 48, 4K bərabərdir 48, deməli K bərabərdir 12. K-nı tapdıq. Amma bizdən A minus B fərqini soruşur. A-nın adı A minus B fərqini soruşur. A-nın adı 3K idi, B-nin adı isə K idi. 3K-dan K çıxanda yerdə qalır 2K. K-nı da biz 12 tapmışıq deyə, elə 2-ni vuraq 12-yə. Deməli, A ilə B-nin fərqi olacaq 24. 19-cu sualda deyir ki, usta planı 40% artıq yerinə yetirərək 70 detal hazırladı. Önəmli sözlər nələrdir? Birincisi, planı 40% artıq yerinə yetirib və 70 detal hazırlayıb. Əslində normal plan 100% hesab olunmalıdır və neçə detal hazırlamalıdır biz onu hələ bilmirik. Amma artıq yerinə yetiribsə 40% artıq. Deməli 140%lik iş görüb bu və 70 detal hazırlayıb. Bizdən də soruşur ki, bəs normal plana görə neçəsini hazırlamalı idi ki? Yəni 100% neçə idi ki? Tənasübdən x-i tapaq. 140 vurulsun x bərabərdir 70 vurulsun 100. Bəzi sıfırları ixtisar aparaq. Məsələn, bununla 140-ın yanındakı sıfırla 100-ün sıfırının biri getdi. Daha sonra elə 70-i birbaşa 14-ə bölsək 5 eləyəcək. X də bərabərdir 5 vurulsun 10, yəni 50. Deməli, plana görə
50 detal hazırlamalı idi, amma 70 detal hazırlayıb. Yəni 40% artıq yerinə yetirib. Deməli, plan olacaq 50 detal. 20-ci sualda deyir ki, əncir qurudulduqda öz çəkisinin 40%-ni itirir. 24 kiloqram quru əncir almaq üçün nə qədər təzə əncir götürmək lazımdır? Ümumiyyətlə, bu meyvə qurudulma məsələlərində yaxşı olar ki, təzə meyvənin miqdarına, təzə meyvə 100% hesab olunsun. Təzə meyvə 100%. İtki özü qeyd edib ki, 40%-dir. Təzə meyvə 100% götürürəm. İtki baş verir 40%. Onda yerdə qalan quru meyvə isə alınacaq 60%. Bu faizləri başa düşəndən sonra tənasib qura bilərik. Deyir 24 kiloqram quru meyvə almaq üçün. Yəni 24 kiloqram quru istəyirəmsə, həmin o 24 kiloqram quru meyvə 60% hesab olunmalıdır. Bəs təzə meyvə nə qədər götürməliyəm? Yəni 100% təzə meyvə neçə kiloqram götürməliyəm? Buradan x-i tapmaq üçün çarpaz vurmadan istifadə edək. 60x bərabərdir 24 vurulsun 100. Bu sıfırla bu sıfır getdi. Qaldı 24-ü də 6 ilə ixtisar aparsaq elə 24 6-nı sildik. X bərabər oldu. 4 vurulsun 10. Yəni 40 kiloqram təzə meyvə götürmək lazımdır ki, təzə əncir götürmək lazımdır ki, 40 kiloqram. 24 kiloqram quru alınsın. Cavab olacaq 40 kiloqram. 21-ci sualda deyir ki, 70 qram 30%li duz məhlulu ilə, bunu qeyd eləyək, deməli 70 qram 30%li duz məhlulu ilə 130 qram 20%li duz məhlulu qarışdırıldı. Ümumi qarışığın duzluluq faizini tapın. Əvvəlcə hər birinin tərkibində olan duzu tapaq. Məsələn, 70 qram məhluldur, 30%lidirsə, yəni 30%i duzdan ibarətdir. 30-a vurub 100-ə bölürəm, yəni 30%-ni tapıram, eləyir 21 qram. 21 qram xalis duz var birinci qabda. İkinci qaba baxıram, 130 qramdır ümumi kütlə, amma 20%lidir. 20%-ə vurub 100-ə bölürəm. Sıfırlar ixtisar gedir, 13 2-yə dəyər olur, 26 qram duz var. İndi mən bunları qarışdıranda ümumi kütlələrdə qarışır, duzlar da qarışır. Yeni duzluq faizini tapmaq üçün bu düsturdan istifadə edəcəm. Deməli, duz bölünsün, məhlul vurulsun, daha doğrusu belə yazaq. Duz bölünsün, məhlul bərabərdir P faiz bölünsün 100. P orada duzluq faizini göstərir. Əgər biz bunları qarışdırırıqsa, surətdə duzlar qarışır. Yəni 21 ilə 26 toplanılır. Əgər biz bunları qarışdırırıqsa, məxrəzdə də məhlullar birləşir. Yəni 70 ilə 130 birləşir. 70 üstə gəlinsin 130 bərabərdir P faiz bölünsün 100. Hesablasaq, deməli 47 bölünsün 200 bərabərdir P faiz bölünsün 100. Bu tənasübdən P-ni tapmaq istəsək, elə deməli 47-ni 100-ə vurub 200-ə bölməliyik. Deməli P bərabərdir 47-ni vurmalıyıq 100-ə, bölməliyik 200-ə. 100 ilə 200 ixtisar getsə məxrəzdə 2 qalacaq. 47-ni də böləndə 2-yə eləyəcək 23,5%. Deməli yekun duzluq faizi olub 23,5%. 22-ci sualda deyir ki, 40 qram 60%li duz məhlulunun 25%-ni götürüb yerinə 20 qram duz əlavə etdilər. Yeni məhlulun duzluq faizini hesablayın. Deməli, əvvəlcə qabda 40 qram 60%li duz məhlulu var idi. Bunu özümüz üçün bir kənara qeyd eləyək ki, 40 qram 60%li duz məhlulu var idi. Orada belə bir cümlə qeyd olunub. 25%-ni götürüb, 25% ümumiyyətlə nə qədər deməkdir? 25% yəni hansısa bir miqdarın 1/4 hissəsi deməkdir. Çünki faizi kəsrə çevirəndə 100-ə bölmək lazımdır. 25%-i də 100-ə bölsək, 25% yəni 1/4 hissəsini. Onda belə çıxır ki, ümumi miqdar 40 qram idi və biz 40 qramın 1/4-ni götürdük, onda yerdə qaldı 4/3 hissəsi. 25% yəni 1/4 hissə götürdük. Bunu qeyd eləyək. Götürdük. Qaldı 4/3 hissə.
Onda tapaq görək nə qədər qaldı ümumiyyətlə. Ümumi 40 qram idi. 40 qramın 4də 3 hissəsi 40-ı vuranda 4də 3-ə, 4-ə böldük, 3-ə vurduq, elədi 30 qram. Deməli, tərkibində hələ ki 30 qram, qabın daxilində 30 qram məhlul qalıb. Biz dərsdə danışmışdıq ki, qabdan məhlulu götürəndə onun duzluluq faizi dəyişmir. Yəni onun dadı dəyişmir. Duzluluğun dərəcəsi orada dəyişmir. Əvvəl 60 faizli idisə, indi də 60 faizlidir. Onda gəlin görək bu qabın içində qalan 30 qramın hələ də 60 faizlidirsə, onun içində nə qədər duz qalıb? Onda biz 30 qram məhlulun 60 faizini tapaq. 60 faizini tapmaq üçün 60-a vurub 100-ə bölürük. Bu eləyir 18 qram. Deməli, qabda 40 qram məhlul var idi. Onun 25 faizini, yəni 4də 1-ini götürdüm. 4də 3-ü qaldı, yəni 30 qram qaldı. O yerdə qalan 30 qramın dadı dəyişməyib hələ ki, hələ də 60 faizlidir. Duzluq dərəcəsi yenə də eynidir. Ona görə də 30 qramın 60 faizini tapdım və başa düşdüm ki, hal-hazırda 18 qram qabda duz qalıb. İndi bu dəqiqə vəziyyət belədir. 18 qram duzu göstərir, 30 qram ümumi məhlulu göstərir və 60 faizlidir deyə 60 bölünsün 100. Hal-hazırda nisbət bu formadadır. Amma biz bura 20 qram duz əlavə eləmişik. 20 qram duz əlavə eləyəndə 18 qram duz surətdə artır, üstünə 20 də gəlinir. Məxrəcdə isə 30 qram ümumi məhlulun üstünə axı duz qatanda ümumi məhlul da artır. Onun da üstünə 20 əlavə eləmək lazımdır. Bəs görəsən P duzluluq faizi neçə faiz olacaq? İndi buradan P-ni tapmağa çalışaq. 50-də deməli 38 bərabərdir P faiz bölünsün 100. Elə burada bənzətmə ilə baxmaq olur ki, 50 ədədi 100-ə çevrilibsə, 38 ədədi də 2 dəfə artıb P-yə çevriləcək. Ya da çarpaz vurma ilə istifadə edib tapa bilərsiniz. 50 vurulsun P bərabərdir 38 vurulsun 100. 50 ilə 100-ü ixtisar aparanda 2 qalır. P də bərabərdir 38 vurulsun 2, yəni 76 faiz. Deməli, qabdan 25 faiz məhlul götürüb yerinə 20 qram duz qatanda yeni duzluluq faizi olacaq 76 faiz. 23-cü sualda deyir ki, 2 rəqəmli ədədin 40 faizi onun rəqəmlərinin cəminə bərabər olarsa, bu ədədi tapın. 2 rəqəmli ədəd ümumiyyətlə AB kimi qeyd olunur və bunun 40 faizini tapmaq üçün 40-a vurub 100-ə bölmək lazımdır. Və bunun 40 faizi onun rəqəmlərinin cəminə bərabərdir. Yəni A üstə gəlinsin B-yə bərabərdir. İndi bu tənliyi həll etməyə çalışaq. Birincisi, AB 2 rəqəmli ədədini mərtəbə vaidlərinin cəmi şəklində yazanda belə yazırdıq. 10A üstə gəlinsin B vurulsun. 100-də 40-ı ixtisar aparsaq 10-da 4 qalacaq. 10-da 4-ü də ixtisar aparsaq 5-də 2 qalacaq. Bərabərdir A plus B. Gəlin bərabərliyin hər tərəfini 5-ə vuraq kəsrin məxrəcindən azad olmaq üçün. Sol tərəfi də vuraq 5-ə, sağ tərəfi də vuraq 5-ə. Sol tərəfi 5-ə vuranda 5 zaten məxrəzdəki 5-ə aparır, yerdə qalır 2. 2 də içəri daxil olacaq, deməli 20A üstə gəlinsin 2B bərabərdir. Sağda 5 içəri daxil olsa 5A üstə gəlinsin 5B. A-ları sola keçirsək, 20A-dan 5A çıxsaq qalacaq 15A bərabərdir. 5B-dən də 2B çıxsaq qalacaq 3B. Hər tərəfi də 3-ə bölsək, 5A bərabər olacaq 1B. 5A bərabərdir 1B ifadəsində biz A-ya və B-yə rəqəmlər versək, ən kiçik verə biləcəyimiz rəqəm hələ ki 1 və 5 kimi görsənir. Zaten verə biləcəyimiz başqa bir cütlükdə ola bilməyəcək. Çünki növbəti cütlük ola bilər 2 və 10, amma 10 rəqəm deyil artıq. Biz ona görə də maksimum elə 1 ilə 5-i verə bilərik. Deməli, AB 2 rəqəmli ədədi elə 15 ədədiymiş. Düzgün cavab olacaq 15. 24-cü sualda deyir ki, sinifdəki oğlanların sayı qızların sayından 3 nəfər çoxdur. Onda tez yazaq kənara, qızlar və oğlanlar kim kimdən çoxdur ona diqqətlə baxaq. Oğlanların sayı qızların sayından 3 nəfər çoxdur. Onda qızların sayı x, oğlanların sayı olsun x plus 3.
Əgər sinifə 8 qız gələrsə, sinifə 8 qız gəlsə, artıq qızlar x plus 8 olacaq. Amma oğlanlar yenə də x plus 3 qalacaq. Qızların sayı oğlanların sayından 50% çox olar. Biz bu məsələ tiplərində dan şəkilçisinə 100% deyirdik. Gəlin dan şəkilçisini diqqətlə tapaq. Oğlanların sayından dan şəkilçisi oğlanların üzərindədir deyə oğlanların sayına 100% deyəcəyik. Amma qızlar oğlanların sayından neçə faiz çox olacaq? 50% çox olacaq. Oğlanlar 100%dir. Qızlar da onlardan 50% çox olsa olacaq 150%. Bizə deyir indi sinifdə neçə qız var? Yəni x-i tapın. Buradan çarpaz vurmadan istifadə eləsəm, yaza bilərəm 150 vurulsun x plus 3 bərabərdir 100 vurulsun x plus 8. Amma 150 ilə 100 elə yerindəcə ixtisar aparım 50-yə. Qalsın solda 3, sağda da 2. Vuraq mötərizənin içərisinə 3x üstə gəl 9 bərabərdir 2x plus 16. 2x-i sola atsaq x bərabərdir 9 da sağa keçib 16-dan 9 çıxsaq eləyəcək 7. Deməli, sinifdə hal-hazırda 7 qız var. 25-ci sualda deyir ki, ambarda qalan meyvələrin növü, onların miqdarı və faizi haqqında cədvələ əsasən ambardakı armudun miqdarını tapın. Bizdə armudun heç nə miqdarı qeyd olunmuyor onsuz da, nə də faizi. Amma qeyd olunub ki, 60 kiloqram heyva var. Bura yazıram, heyva 60 kiloqramdır və 40% deməkdir. 40%. Gəlin orada narın da faizini tapaq. Bəs görəsən nar 24 kiloqramdır. Amma bütün meyvənin neçə faizi mənasını verir? X faiz. Buradan narı tapmaq istəsək, daha doğrusu narın faizini tapmaq istəsək, çarpaz vuracaq. 60x bərabərdir. 24 vurulsun 40. Burada sıfırlar zaten getdi. 24-ü 6-ya böləndə 4 eləyir. 4-ü də 4-ə vuranda x bərabərdir 16%. Deməli, tapdıq ki, nar 16% imiş. Cədvəldə qeyd edə bilərik. Nar 16%-dir. Axı biz bilirik, bütün faizlərin cəmi 100% olmalıdır. Onda armudun faizini tapa bilərik. Armudun faizini tapmaq üçün 100%-dən çıxırıq digər 3 dənəsinin cəmini. Yəni 24 üstə gəl 40, üstə gəl 16 bərabərdir. Bunları toplayanda 64, 70, 80 eləyir. 100-dən də çıxanda 80% eləyəcək yerdə 20%. Deməli, armud 20% imiş. İndi yeni bir tənasüb quraq, armudu tapaq. Məsələn, yenə də heyva ilə qurmaq olar. Heyva 60 kiloqramdır və 40% mənasını verir. Bəs görəsən armud, bayaq tapdıq ki, 20%-dir. Bəs neçə kiloqramdır? X kiloqram. Əslində, açıq aydın görsənir ki, 40%-dən 2 dəfə az 20%-dirsə, kiloqram da 2 dəfə az 30 kiloqram olacaq, amma çarpaz vurma ilə də gedə bilərik. 40 vurulsun x bərabərdir 60 vurulsun 20. Elə 40 ilə 20 ixtisar yetsə qalacaq. 2x bərabərdir. Deməli, 60. X də bərabərdir 30 kiloqram. Deməli, armudun miqdarı olacaq 30 kiloqram.